Martın 26-sında gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Qafqaz Infoya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa inəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% proqnozlaşdırılır. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 13-18 dərəcə isti. Dağlarda gecə 3-8 dərəcə aşağıda, gündüz 3-8 dərəcə isti olacaq.